Dostlar, her vaxtınız xeyir olsun. Bugün sizinle bir meseləni müzakirə etmək istəyirdim. Bir neçə gün bundan əvvəl Tofiq Yaqublu ilə əlaqədar olaraq, onun azadlığa buraxılmasına əlaqədar olaraq onun ailəsinə bir müraciət eləmişdim. Və bu müraciətdə çox təəssüflər olsun ki, mən belə gözləmirdim. Bu bilmirəm müxalifət tərəfidir, bilmirəm iqtidar tərəfidir, bilmirəm hansı tərəfdir. İlahi, insan nə qədər cahil olar. Mən Tofiq Yaqublunun azadlığa çıxması üçün bir barış əldə olunmasını istədim. Sən demə, Tofiq Yaqublunun türmədə qalması üçün onun dostları deməli özləri istəyirlər ki, Tofiq Yaqublu türmədə çürüsün. İnsan nə qədər cahil olar, nə qədər orada kommentlər yazırlar. Tofiq Yaqublu əqidəsini dəyişmir, Tərtər hadisələrini gətirsə, Tərtər hadisələrindən danışırlar. İlham Əliyevdən danışırlar. İlahi, bu nədir? İlham Əliyev tutturubdur, nə bilim, nə və s. və ilə axır. Mehriban Əliyevanın əli var burada. İlahi, insan nə qədər cahil olar? Mən bir müraciət elədim ki, Tofiq Yaqublunun azadlığa çıxması üçün əlimizdən gələni həm iqtidar, həm müxalifət bir yerdə toplaşaq, bu məsələni yoluna qoyaq. Çox təəssüflər olsun ki, elə insanlar var ki, çox cahildilər, təhqirlərə yol verirlər və elə özlərini elə göstərirlər ki, güya ki, Tofiq Yaqublunun ən yaxın arkadaşları bulardı, ən yaxın dostları bulardı. Bu, Tofiq Yaqublunun ailəsi üçün çox böyük bir bəladır. Mən sizdən xahiş edirəm, belə şeyləri buraxın. Bir zamanlar mən ali təhsil müəssisəsinin birində işləyəndə, onda Misir Mərdanov təhsil naziri idi. Deməli, ali təhsil müəssisəsində bir məsələni müzakirə eləyirdik. Məsələ qəbulla əlaqədar idi. O vaxt tələbə qəbulu üzrə Dövlət Komissiyası adlandırırdı. O, Mələkə Abbaszadə oranın rəhbəri idi. Deməli, orada belə bir qəbulla əlaqədar əyani və qiyabi şöbələrə əvvəllər plan verirdi ali təhsil müəssisələri ki, 20 nəfər, 15 nəfər, 30 nəfər, 40 nəfər və s. Və son islahatlarda artıq tələbə qəbul olurdusa, əyani və qiyabini özü seçirdi. Biz də həmin o məsələ ilə əlaqədar ali təhsil müəssisəsi rektoru iclas keçirdi. İclasda o məsələ qaldı bir tərəfdə. Bir tərəfdə qaldı. O məsələni indi o islahatlarla əlaqədar bizə məlumat verilməlidir. O qaldı bir tərəfdə. Mehriban Əliyevanın şərəfi, ləyaqəti, namusu başladı müzakirə olunmağa. Bax, budur da bizim mentalitetimiz budur. Və orada kimsə, mən məsələn belə bir fikir söylədim ki, burada biz başqa bir şeye gəlmişik, amma siz burada Mehriban Əliyevanın şərəfini, namusunu, ləyaqətini alçaldırsınız və xoşa gəlməz haldır. Öz etirazımı bildirdim. O gündən bizim o günüm oldu qara. Sən Misir Mərdanovun siyasi kursunun əleyhinə gedirsən. Siz təsəvvür edirsiniz hansı dövrdə yaşayırıq? Burada nə siyasi kurs? Sən ölkə rəhbərinin şərəfini, ləyaqətini təhqir eləsən, nə olsun vəzifədəsən? İndi siz bilirsiniz ki, vəzifədə olan adam həmişə haqlıdır. İstəyir qanunu pozsun, istəyir pozmasın. Və Misir Mərdanov da onları müdafiə elədi ki, bəli, düzdür, əxlaqsızsa əxlaqsız deyərlər, şərəfsizə şərəfsiz deyərlər, namussuzsa namussuz deyərlər. O gündən də Misir Mərdanovla mənim aramda, münasibətimdə müəyyən dəyişiklik əmələ gəldi. Və işte məni çıxartdı işdən, qovdu. Amma o, Mehriban Əliyevanın namusunu, şərəfini, ləyaqətini təhqir eləyən insanların hamısını ödülləndirdi. Onlara vəzifə verdi, onların demək olar ki, tərəqqi medalı verdi, əməkdar müəllim elədi. Bunları Misir Mərdanov elədi. İndi Misir Mərdanov çıxır. Yəni, nəyə gətirirəm? İndi Misir Mərdanov çıxır, təhsildən danışır ki, təhsil belə getdi, təhsil elə gəldi. Bilirsinizmi, o gidiyin qaba tüpürmək olmaz. Misir Mərdanov tezliklə, yəqin ki, ölkə rəhbərindən buna görə üzr istəyəcək. Mehriban xanımın şərəfini, namusunu, ləyaqətini təhqir elədiyinə görə, söydüyünə görə, ona layiq olmayan nazir idin sən.
Mən sizin yanınıza gələndə siz nazir idiniz. Və bu sözləri deyəndə 2012-ci ildə gərək siz düşünərdiniz Misir Mərdanov. Siz nə oyun qaldı çıxartmamış olasınız? Siz Bakıda məni elə bir şərait yaratdınız ki, mən Bakıda heç bir təhsil müəssisəsində işləyə bilmədim. Bugün şükürlər olsun ki, sizin o zibillərinizi bircə Təhsil Naziri Emin Əmrullayev bir təmizləyir. Amma təmizlənəsi deyil. O qədər batırmısınız ki, Misir Mərdanov. Onları təmizləmək mümkündür. Sizin o kuruk var ha. Sizin kuruğunuz Mehriban Əliyevanı şərəfsiz, namussuz, ləyaqətsiz adlandırandan sonra Avropada həmin ayaq aldığı yeridir. Hər bir oturanda, hər bir duranda onda Mehriban Əliyevə vəzifədə deyildi. Siz idiniz deyən. Siz Cəlal Əliyevi yaxına buraxmır. Nə bilim, onlar bizim işimiz deyil. Amma siz idiniz Mehriban Əliyevanın. İndi də onun çörəyini yeyirsiniz. İndi də İlham Əliyev nətər prezidentdir ki, bunları eşitmir. Sənin detixan yoxdur. Olanları yəqin ki, tərsinə deyirlər. İlham Əliyevin böyründəkilər də yəqin indi düzgün informasiya vermirlər və ona görə də İlham Əliyev hörmətini itirir. Necə olar ki, sənin yoldaşının əxlaqı, namusu təhqir olunur, ayaqlar altına tüpürülür. Sən bunu qəbul edirsən, təzədən vəzifəyə qoyursan. Çox təəssüflər olsun ki, Azərbaycanda belə bir şey var. Nəyə gətirib, nəyə demək istəyirəm ki, indi müxalifət, iqtidar özlərini elə aparırlar ki, müxalifət iqtidarla heç vaxt barışmaq istəmir. Və nəyə görə? Ona görə ki, bizim o məmurlarımız var, bunlara sərf eləyir. Bizim müxalifətimiz var, bunlara sərf eləyir ki, belə bir pərdə yaratsınlar və özləri bu maraqlarını, öz maraqlarını bu aradakı o biri-birinə o soyuqluq nəticəsində, arada olan soyuqluq nəticəsində oradan çoxlu pullar qazansınlar. Buna görə ayıq-sayıq olmaq lazımdır. Və yaxud da bizim o Qubad İbadoğlu gəncləri çağırır ki, gənclər birləşsin mənim ətrafımda. Biz Azərbaycanı bundan da gözəl Azərbaycana çevirərik. Bundan gözəl Azərbaycana sən çevirə bilməzsən Qubad İbadoğlu. Mən çox təəssüf eləyirəm ki, siz də o itirən insanlardansınız. O deyir ki, özgə qapısında o ağzı ətə dəyən it geri dönməz. Bu lətifəsizlikdən uzaq mən bunu dedim. Amma siz hələ yaxşı almamışsınız cəzanızı. Yəqin ki, tezliklə siz də cəzanızı alacaqsınız və hər birimiz birləşməliyik bugün. Müxalifətli, iqtidarlı, bu cür qanuna zidd olan hərəkətlərdən uzaq olmalıyıq və bir yol çalışmalıyıq ki, Tofiq Yaqublu'nun türmədən qurtarmasını, onu azadlığa qovuşmasına qarşı hərəmiz bir addım ataq. Bir xahiş eləyək. Təhdidlə, kimisə təhdid eləməklə biz heç nə əldə eləməyəcəyik. Ancaq xahiş eləyək və onun ailə üzvlərindən xahiş eləyirəm ki, əgər bir dəfə xahiş elədim, bir də xahiş eləyirəm ki, buna əgər hər hansı bir maniyə varsa, biz o maniyanın qarşısını ala bilərik. Bugün Tofiq Yaqublu'nun vəziyyəti deyirlər çox pisdir. Azlıq aksiyası keçirir. Biz onun türmədən çıxarılmasına əlimizdən gələn dəstəyi göstərə bilərik. Təhdidlə, İlham Əliyevi təhdid eləməklə bu ailə heç bir şey eləyə bilməyəcək. Bu ailə bir qarşısını almalıdır ki, onun bir yolu var. Bircə yolu var. İlham Əliyevə qarşı mülayim davranmalıdır. Hakimiyyəti təhqir etməməlidir. Hakimiyyət heç vaxt sizin atanızı tutturmuyor. Sizin atanızı tutturan Əli Kərimli, Səqəmbər, bunlardan yapışın. Bunlardır sizin atanızı tutturan. Da demək istəmirəm. Bu iki partiya rəhbərləri istəsələr sizin atanızı tezliklə çıxarda bilərlər. Amma onlar istəmirlər. Onlar öz siyasətini sizin ailənin üzərində qurublar. Sizin ailənin bədbəxtçiliyi ilə onlar öz xoşbəxtçiliyini qurmağa çalışırlar. Nəysə, Allah hər birimizə kömək olsun.